İran plovu da, İran plovu. Qərbi, şərqi, Azərbaycan hardan çıxdı? Dahi şairimiz Şəhriyarın şagirdi ilə əyləşmiş. Yaqub bəylə. Mənim 6 dildə Yurdu Talan Xarqı poemamın tərcüməçisi, Yerlənçə Yadlı kitabımın tərcüməçisi, İran fars dilindən tərcümə edən Yaqub bəylə əyləşmiş. 1900'də Yeriniz məlum dostlarım. bu müqabilə bağlananda İranın gözəl yeməklərindən. Əllərinə sağlıq gözəlim. Gözəl bacınız. Xoşdur, xoşdur. Bir qəfil gəliş yaxşıdır. İsmail zamanı Azərbaycan ölkəsi var idi İranda. Səlcuq Yo, deməyib gəlirəm. elə o ad qalırdı. Regis şirkətinin rəhbəri, Şəfi Ocağı klinikasının rəhbəri Həsən Məmmədov. Deyirlər qaza Məmaliki. Səmər xanım Axundovadın kitabxananın işçisi. Başa düşərdi. Rus dili müəlliməsi Zeynəb xanım. Zeynəb müəllim. Məndəki saçı başı həmişə didikliyi olan Nüvər Şərifova şairə. Məmləkətlər har olurdu? Azərbaycan məmləkəti, Xorasan məmləkəti, Şirman məmləkəti, Fas məmləkəti, Ərdalan məmləkəti. 5 dənə məmləkətidir böyük İran. Yəni burada Dağıstandan beləsi nəzərdə tutardın, gedərdin çıxardın Ərəb əmirliklərinə. Əfşar hakimiyyətinin 5 məmləkəti var idi ki, Şahı Nadir Şahıdır. Nadir Şah qohumlarının, qardaşın, əmoğlusun birini bu məmləkətə hakim eləmişdi, birini o məmləkətə, birini o məmləkətə bu cür. Bura Zətdə Gülüstan müqabiləsindən qabaq, Rusdan ısınmamışdan qabaq, bura Azərbaycan məmləkəti idi ki, Abbas Mirza buranın hakimi idi, Şahın oğlu, Vəliəhdi. Müqabiləni də Abbas Mirza imzalayıbdı, Fətəli Şah imzalamayıbdı Rusla müqabiləni. İndi gedəsiz Gülüstan müqabiləsini vurasız, ya Türkmenistan, Türkmen müqabiləsini burası, Türkmenistan müqabiləsini bu tərəfdə Askoviç imzalayıbdı Rus tərəfini, o tərəfdə Abbas Mirza imzalayıbdı, Şahın oğlu. Bu cürüdür. Şimdi bu tərəfdə ayrı bir şeylər yazıblardı, o gəlir gedir Stalinə yetişir. Ayrı adam eləyə bilir. Pauz edirik. Yaqub bəy, yorduq sizi. İnşallah ayrıca çəkiliş edəcəm sizi. Mən yox.